Salam əziz şagirdlər. Bugün riyaziyyat 6-cı sinif 2-ci hissə dərslikdən səhifə 121-də olan tapşırıqların izahını verəcəm. Başlayaq tapşırıq 29 ilə. Koordinat sistemində A və B nöqtələrini qeyd edin deyir. Birinci Y oxunu çəkirəm. X oxunu çəkirəm. A -4 -2. Bura -4. Bura -2. Deməli nöqtəmiz buradadır. Nəyə görə? Çünki belə qırıq-qırıq xəttlərlə gətirirəm. Görürəm ki, bura A nöqtəsidir. İndi B nöqtəsini qeyd edək. -1, yenə -2. Yəni buradadır. Bu da bizim B nöqtəmiz. İndi bizə deyir ki, ABCD fiquru kvadratdır. Neçə fərqli C və D nöqtələri var? Deməli, A-dan B-yə göstərirəm. A-dan B-yə. Baxın, bu məsafə, A-dan B-yə olan məsafə, yəni AB tərəfinin uzunluğu, belə deyək, AB tərəfinin uzunluğu -4-dən -1-ə olan məsafəyə bərabərdir. Baxın, bu məsafəyə bərabərdir. Bilirsiniz ki, məsafə tapanda modulda ədədlər nöqtələr bir-birindən çıxırıq. Yəni -4-dən -1-i çıxırıq. -4 üstə gəl 1, modulda -3, buradan da cavabınız 3. Yəni bu AB tərəfinin uzunluğu 3-dür. Buradan da qeyd edirəm AB bərabərdir 3-ə. Əgər bu fiqur kvadratdırsa, baxın, birin kvadratı buradan qura bilərik. Deməli 3, burada 3. Ağ tərəflər bərabərdir. Onda AB, bura olacaq C nöqtəsi, burada olacaq D nöqtəsi. Gəlin bu nöqtələrin koordinatlarını tapaq. Demək, bura -2 idi də, -3, -4. Bu da oldu -5. Baxın, C, Y oxundan -5 alıb. X oxundan -1 alıbdır. Onda C nöqtəsinin koordinatları olacaq -1 və -5. İndi D nöqtəsinin koordinatına baxaq. Baxın, X oxundan nə alıb? -4. Y oxundan nə alıb? -5. -4, -5. Bu bir nöqtəmiz bu oldu. İndi başqa bir rənglə AB tərəfi üzərində C və D nöqtələri olan kvadratı quraq. Necə quracaq? AB tərəfi qaldı burada. Baxın, 1, 2, 3. Bir tərəf bu. 1, 2, 3. Digər tərəf bu. 1, 2, 3. Digər tərəf bu. AB, bura olacaq C, bura olacaq D. İndi gəlin bu nöqtələrin koordinatlarını tapaq. Demək, bura 0 nöqtəsidir. 0-dan sonra bura 1. Deməli, C nöqtəsinin koordinatı burada necədir? Y oxundan görürsünüz 1 alıbdır. X oxundan -1 alıbdır. X oxundan -1 alıbdır. Deməli, Y oxundan -1, X oxundan -1. Olur nöqtələr -1, 1. D-nin koordinatlarına baxırıq. X oxundan -4, Y oxundan -1. D-nin nöqtələri də 4 və 1 olacaq. Daha sonra qeyd edirik ki, 2. Birinci sualımızın cavabı bu oldu. 2 fərqli nöqtə. İndi isə bizə deyir ki, həmin nöqtələrin, onların koordinatlarını yazdıq. Cavab yerində də qeyd edək. C-nin koordinatları -1, 1. D-nin koordinatları 4, 1. -4, 1. Sonra C-nin koordinatları -1, -5. D-nin koordinatları -4, -5. İndi isə biz perimetrini və sahəsini tapmalıyıq. Perimetr və sahə tapacağıq. Tərəfi dedik ki 3'dür. AB tərəfi 3'dür. Onda P bərabərdir 4 adıda. Bütün tərəflər bərabərdir. 4 vurulsun 3. Perimetri 12. Sahəsi də A kvadratı düsturu ilə tapılır. Yəni 3'ün kvadratı bərabərdir 9.
Yəni tərəfi 3'ə bərabər idi. Cavablarımızı buradan qeyd eləyək. On iki və 9. 30-cu tapşırıq. Düzbucaqlı koordinat sistemində A, O, B, C və D, Y, F, C konqruent düzbucaqlıları təsvir olunub. B nöqtəsinin koordinatları 3, 5'dir. B'nin koordinatları 3, 5'dir. Deməli, X oxunda bura 3'dür, Y oxunda bura 5'dir. Və biz buradan belə bir qənaətə gələ bilərik ki, buranın uzunluğu 5, buranın uzunluğu 3'dür. Sonra deyir ki, D və Y nöqtəsinin koordinatlarını tapın. Əgər bunlar kongruentsə, bir-birinə bərabərdirsə, yəni OC 3'dürsə, YF də olacaq 3. Sonra A'dan O'ya 5'dirsə, deməli C'dən də F'ə 5 olacaq uzunluq. Qarşı tərəflər burada 5'dir. Burada 3'dür. Və bura 3'dürsə, bunun qarşısı burada 3'dür. Deməli, baxın, buranın uzunluğunu silirəm 5'i. Bu nöqtə bura 3'dürsə, buradan bura 3'dürsə, buradan bura 3'dürsə, yəni bu nöqtə 3'dür, bunu bildik. D nöqtəsi də buradadır. İndi D nöqtəsinin koordinatlarını istəyir. Baxın, D nöqtəsi buradadır. Buradan bura X oxunun buradakı qiyməti 3'dür. Buradan da bura Y oxunun buradakı qiyməti 3'dür. Deməli, D nöqtəsinin koordinatları 3, 3. Sonra Y nöqtəsini istəyir. Y'nin də X oxundan aldığı qiymət olacaq burada 8. Nəyə görə? Buradan bura 3 idi, buradan bura 5 idi. O F məsafəsi bərabərdir OC üstəgəl CF-ə. O da 3 üstəgəl 5 edəcək 8. Burada 0'da başlayır. Bura gəlir, deməli bu 8'ə. Deməli, bir də deyirəm, Y nöqtəsi gəlir buradan 8 alır. Y oxundan da 3 alır. Deməli, Y nöqtəsinin də koordinatları olacaq 8 və 3. Koordinatlar tapıldı. Buradan da qeyd edək. 3, 3. D nöqtəsinin koordinatları. Y nöqtəsinin koordinatları da 8 və 3. Tapşırıq 31 ilə davam edirik. A və B nöqtələri absis oxuna nəzərən, B və C nöqtələri Y oxuna nəzərən simmetrik olarsa, A nöqtəsinin koordinatları 2, 1'dir. C nöqtəsinin koordinatlarını tapın. A və B nöqtələri absis oxuna nəzərən simmetrikdir. Absis oxuna nəzərən simmetrik olanda X dəyişmir, Y əksinə qiymət alır, yəni -1. Sonra deyir B və C nöqtələri, yəni B 2, 1. Bu da ordinat oxuna nəzərən simmetrikdir. Bu dəfə Y dəyişməyəcək. X əks işarə ilə qiymət alacaq. Bu da olacaq C. İndi bizə deyir C'nin koordinatlarını tapdıq. -2 ilə 1. Tapşırıq 32. Deyir nöqtələri qeyd edin. Koordinat oxlarını çəkək. Çəkirəm. Bu Y oxu. Bu da X oxu. Nöqtələr qeyd edilir. A -5, 3. A buradadır. B 6, 3. B buradadır. C 4, 7. D 4, -2. Nöqtələri qeyd etdik. İndi bizə deyir ki, A, B, C, D parçalarını çəkin. Kəsişmə nöqtəsinin koordinatlarını tapın. Birinci A, B-ni çəkəcəm. A, B. İndi C, D-ni çəkəcəm. Baxın, D nöqtəsi buradadır.
CD-ni çəkirəm. Kəsişmə nöqtəsinin koordinatları. Kəsişmə nöqtəsi buradadır. Deməli, bura 4 nöqtəsi idi. X oxundan 4 alıbdır. Y oxundan da 3 alıbdır. Kəsişmə nöqtəsi 4, 3 nöqtəsidir. Daha sonra deyir ki, koordinat oxları ilə bu parçaların kəsişmə nöqtəsindən alınan düzbucaqlının perimetrini və sahəsini tapın. Koordinat oxları ilə bu parçaların kəsişmə nöqtəsindən alınan, deməli, bu düzbucaqlını nəzərdə tutur. Rəngləyək, göstərək. Buradan bura uzunluq 4-dür. Buradan da bura uzunluq 3-dür. Həmin bu düzbucaqlının perimetrini tapmaq üçün P bərabərdir. 2 vurulsun A üstə gəl B düsturuna əsasən tərəflərimiz 3 və 4-dür. Edəcək 14. Sahə N vurulsun uzunluq 3 vurulsun 4 edəcək 12. Təpə nöqtələri müxtəlif rüblərdə olan ABCD kvadratının perimetri 20 vahidə bərabər olarsa, boş xanalara uyğun koordinatları müəyyən edin. Koordinat oxlarını çəkirəm. A nöqtəsini qeyd edirəm. A -3 və 4. A bu nöqtədədir. Əgər perimetri 20 olarsa deyirsə, perimetri 20 deyir də bizə. Deməli, P bərabərdir 4A. P-ni bizə 20 veribdir. 20 bərabərdir 4A yazıram. Buradan A-nı 5 tapırıq. Tərəf 5-dir. Onda tərəf 5 olacaq. Baxın, 1, 2, 3. Buradan bura 3-dür də. 4, 5. Deməli, B nöqtəsi buradadır. Eyni şəkildə burada da 1, 2, 3, 4. Bura qədər 4-dür. Baxın, 4. Bir vahiddə aşağı düşürəm, 5. Bu oldu kvadrat. AB, CD. ABCD kvadratı. Deməli, A -3 4 nöqtəsində olanda bura X-dan 2-dir. Y-dən -1-dir bura. Buradan yazaq -1. Burada da 4-dür. Deməli, B nöqtəsinin koordinatları X oxundan, B nöqtəsi X oxundan alır 2. Y oxundan alır 4. B nöqtəsinin koordinatları 2, 4. C nöqtəsinin koordinatları X oxundan 2, Y oxundan -1. 2, -1. 2, -1. D nöqtəsinin koordinatları yenə görürük ki, X oxundan -3, Y oxundan -1. Təpə nöqtələri A, B və C olan üçbucağı koordinat sistemində çəkin. Koordinat oxlarını çəkək. X, Y, A -2, -3. -2, -3. A buradadır. B 1, 4. 1, burada da 4. B de buradadır. C 5 -1. 5 ve -1. O da buradadır. Üç bucaq deyir. Birləşdirək. Daha sonra deyir, bu üç bucağın yerini elə dəyişin ki, A nöqtəsi koordinat başlanğıcına düşsün. Alınan fiqurun digər təpə nöqtələrinin koordinatlarını tapın. Baxın.
A nöqtəsi hal-hazırda -2 və -3-dədir. Yerini baxın belə dəyişirəm. A nöqtəsini, A təpəsini gətirirəm koordinat başlanğıcına. Gördüyünüz yerini dəyişdim. Bura oldu yenidən A nöqtəsi. Baxın, A x oxunda -2 idi. Buradan qeyd edirəm. A gedir 0, 0 nöqtəsinə. Yəni, buradan da qeyd edək ki, A -2, -3-dən getdi 0, 0 nöqtəsinə. Deməli, x oxunda 2 vahid sağa getdi. Y oxunda da 3 vahid yuxarı qalxdı. Deməli, onda məsəl üçün bu C nöqtəsinə indi baxıram. C nöqtəsi də hal-hazırda 5 -1 nöqtəsindədir. X 2 vahid artır, yəni sağa gedir, olur 7. Necə bilirik? 5-in üstünə 2 gəlirik, 7. Y isə 3 vahid artmalıdır. Yəni, Y üstəgəl 3, -1, 3 vahid artanda olacaq 2. Deməli, bu 7 C 7 və 2 nöqtəsinə gedibdir. Baxın. Deməli, 5, 6, 7. Baxın, Y bu nöqtəyə gəlir. B nöqtəsinə baxaq. B nöqtəsində də B yerləşir 1, 4 nöqtəsində. 1-in üstünə 2 gəlirəm. 3. Y-də 4 idi. Y-in də üstünə 3 gələcəm. 7. 3, 7 nöqtəsinə gedibdir B. Deməli, X oxundan 3. Görürsünüz. Belə. Y oxundan da 6, 4, 5, 6, 7. Y oxundan da 7 nöqtəsinə gəlibdir. Bura. Deməli, C oldu 7, 2. Buradan yazaq. A 0, 0. Digər təpə nöqtələri sadəcə yazacağım. B 3, 7. C də 7, 2. Tapşırıq 35. Sinifdəki 30 şagirddən 18-i Qubaya, 14 nəfər Şuşaya gedib, 5 nəfər isə heç birinə getməyib. Bura oldu 5, heç birinə getməyib. 30-dan 5-i çıxıram. Edir 25. Deməli, 25 nəfər Qubaya və Şuşaya gedib. Deməli, uşaqlar, baxın, bu üçü bir yerdə 25-dir. Həm Şuşaya, həm də Qubaya gedənləri bilmirəm. Bura X-dir. Bizə deyirək, Qubaya ümumilikdə 18 nəfər gedib. Artıq mən kəsməyə X yazmışamsa, bura 18 çıxılsın X yazmalıyam. Şuşaya da 14 nəfər gedib, amma mən artıq X nəfəri qeyd etmişəm. Çünki bu X nəfər həm Şuşaya gedib, həm Qubaya gedib. Onda burada 14 çıxılsın X yazacağım. Bunların bir yerdə cəmi gedənlərin sayı 25-dir. 18 çıx X, üstə gəl X, üstə gəl 14 çıx X, bərabərdir 25. Edəcək 32 çıxılsın X bərabərdir 25, X da bərabərdir 7. Həm Şuşaya, həm də Qubaya gedənlərin sayı X idi. Biz də cavabını tapdıq 7. 36. M çoxluğunun elementləri 2-yə bölünənlər çoxluğu A ilə, 3-ə bölünənlər çoxluğu isə B ilə işarə edilib. Deməli, M çoxluğunun içində 2-yə bölünənlər, deməli, M çoxluğu 1-dən 28-ə qədər olan ədədlərdir. Burada 2-yə bölünənlər nə olacaq? 2, 4, 6, 8 və s. ta ki 26, 28 cütlərdə. B isə 3-ə bölünənlər olub. 3, 6, 9 gedir. Ən son gəlir 21, 24, 27. Burada dayanır. Deyir ki, verilən çoxluqların elementlərini Euler-Venn diaqramında göstərin və sayın. Onda hamısını yazmalıyıq. Yəni, diaqramda yazarıq. Euler-Venn diaqramını çəkək. Bu A, bu da B. Bu A, bu da B. İndi, hər ikisində olanlar kəsişmə olacaq.
Hər ikisində olanları onda hamısını buradan düzək də. 10, 12, 14, 16, 18, 20, 22, 24, 3, 6, 9, 12, 15, 18. Burada da hamısı oldu. İndi kəsişməyə nələr daxil olacaq? 6 hər ikisində var. 12 cüt və 3-ə bölünən ədədlər. 18, 24. Bunu yazırıq kəsişməyə. 6, 18, 12, 24. Bu qədər. A-da hansı elementlər qaldısa yazırıq bura. 2, 4, 8, 10, 14, 16, 20, 22, 26, 28. B'də hansı elementlər qaldısa yazırıq bura. 3, 9, 15, 21 və 27. İndi A birləşmə B. Elementlərin sayını istəyirsə qarşısına bir dənə n yazırıq. Sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 14, 15, 16, 17, 18, bu da 19. Bu etdi 19. N, A kəsişmə B. A ilə B-nin kəsişməsində yerləşir 4 dənə element. 1, 2, 3, 4. Bərabərdir 4. N, A ilə B-nin fərqində. A ilə B-nin fərqi buradır. Bura kəsişmədir. Burada B ilə A-nın fərqidir. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, bu da 10. Deməli, bura 4 oldu, bura 10 oldu. İndi B ilə A-nın fərqini yazıram. Aslında bura A ilə B-nin fərqi düşübdür. Yəni eyni 10 olacaq. Biz B ilə A-nın fərqini də yazaq. Ola bilər. 1, 2, 3, 4, burada da 5. Bu da oldu 5 dənə. 37. A və B çoxluqları üçün A C-nin ad çoxluğudur, C də B-nin ad çoxluğudur. Şərtini ödəyən neçə fərqli C çoxluğu var? Bu çoxluqların elementini yazın. Deməli, əgər C B-nin ad çoxluğudursa, C-də olan bütün elementlər B-yə daxildir. Yəni C-yə daxil ola bilər. A, B, C, D və Y. Sonra deyir ki, A C-nin ad çoxluğudur. A üçün ad çoxluq veribdir. A, B, bir də C. C çoxluğu üçün onda biz, bu üçü də burada var. Deyir ki, neçə fərqli C çoxluğu ola bilər. C çoxluğu B çoxluğundan yaranıbsa, onda A çoxluğu da C çoxluğundan yaranıbsa, C çoxluğu elə az əvvəl yazdığımız A, B, C-nin özü ola bilər. A, B, C. Sonra C çoxluğu ola bilər. A, B, C, D. Sonra ola bilər, çox ola bilər. Ola bilər deməli A, B, C, Y. Deməli A, B, C mütləq olmalıydı. Birini A, B, C ilə götürdük. Birini D ilə götürdük. Birini də Y ilə götürdük. Deməli C. Deməli 4 fərqli C çoxluğu ola bilər. Elementlərində yazdıq. 38. 38-də bizə deyir ki, şəklə əsasən X və Y-i tapın. Üçbucağın bilirik ki, daxili bucaqların cəmi 180 dərəcə olmalıdır. 180-dən 120-ni çıxıram. Burada 120-nin qonşusunu tapıram, buranı 60 dərəcə. İndi bu üçbucağın daxili bucaqlarının cəmini tapaq. Baxın bu üçbucağın. Daxili bucaqların cəmi 180-dir. Deməli, mən 180-dən çıxacam 60 ilə 43-ün cəmini. Edəcək 180 çıxılsın 103.
77. Y tapdıq 77. Əgər y 77-dirsə, x-i tapmaq üçün deməli a-yim tənböləndir də. Onda buraya yazıram 43. İndi bu üçbucağın daxili bucaqlarının cəmi 180 dərəcə olmalıdır. Bu üçbucaqda eyni şəkildə x-i tapmaq üçün 180-dən biz çıxacağıq. 120 üstəgəl 43. Yəni bu x-dir. Onda 180-dən çıxıram 163-ü 7 1. X edəcək 17 dərəcə. X-i də tapdıq 17. 17 və 77. Keçirik B bəndinə.